qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. Allah Nuh'a tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsa'ya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi. Dinə doğru düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın. Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi. Allah istədiyi kəsi özü üçün seçər və ona üz tutanı özünə tərəf yönəldər. Onlara məhz elm gəldikdən sonra öz aralarındakı paxıllıq ucbatından ixtilafa düşdülər. Əgər Rəbbindən müəyyən bir vaxtadək söz verilmiş olmasaydı, onların arasında artıq hökm çıxarılmış olardı. Onlardan sonra kitaba varis olanlar da onun barəsində anlaşılmaz bir şübhə içindədirlər.